birinci özümü və sizləri Allahdan qorxmağa çağırıram. Və bilin ki, Allah Subhanahu taala sizlərin şəkillərinizə baxmır. Sizlər üzə çıxartdığınız şeylərə baxmır, bir-birlərinizin aranızda üzə çıxartdıqları şeyə baxmır. Lakin sizlərin qəlblərinizə baxır. Ona görə zahirdə də, batində də olan qəlblər, zahirinizi də, batininizi də ıslah edin ki, nicat tapanlardan olasınız. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem böyük müjdə olaraq bizə, Rəbbimizdən bizə böyük müjdə olaraq bildirmişdi ki, və onu eşidin, onu əzbərləyin, qəbul edin, ona əməl edin, onun üçün yarışın. Bu diyar yarışmaq diyarıdır, bu diyar nicat tapmaq diyarıdır. Yarışanda keçən udar. Yəni yarışın, siz bunun üçün yarışın və yarışanda keçən udar. Peyğəmbərimiz, imamımız, gözümüzün nuru sallallahu aleyhi ve sellem demişdi ki, Qudsi hədisdə Yəqulullah, Allah Əzə və Cəllə deyir ki, mən kulumun zənnindəyəm. Yəni kulum məni nə zənn edirsə də, mən o zəndəyəm. Məni zikr eləsə, onu özündə zikr eləsə, onu özündə zikr edərəm. Məni bir toplumun içində zikr edərsə də, mən ondan da xeyir bir toplumun içində zikr edərəm. Yəni mələklərin yanında zikr edərəm. Kulum mənə bir qarış yaxınlaşsa, mən ona bir dirsək yaxınlaşaram. Kulum mənə bir dirsək yaxınlaşsa, mən ona bir uzaq. Bə'ən, yəni ki, iki əli açıqda bu formada, yəni mənası budur. Amma Allah Subhanahu taala sifətlərinə biz keyfiyyət vermirik. Məna isə lüğəti mənada bildirilir ki, kim mənə deyir, bir dirsək yaxınlaşarsa, ona bir uzaq yaxınlaşaram. Kim mənə yeriyərək gələrsə, ona qasaraq gələrəm. Ey Allahın qulları, bu böyük müjdə, ən əzəmətli müjdələrdəndir ki, ən uzaq məqamlardandır ki, Allah Subhanahu taala lətif olan, əl-xabir olan, kərim olan, rahim olan bu sözü Qudsi hədisdə demişdir. Mən kulumun zənnindəyəm. Başqa rivayətdə gəlir ki, mən kulumun zənnindəyəm, qoy istədiyi şeyi zənn eləsin. Yəni istədiyi şeyi zənn eləsin. Yəni insan, necə ki, başqa rivayətdə gəlir ki, deyir, mənim barəmdə yaxşı zəndə olarsa da, onun üçün xeyir vardır. Pis zəndə olarsa da, onun üçün pis var, o şər vardır. Başqa rivayətdə də bu gəlmişdir. Rəbbimiz kərim olan, ey Allahın qulları, Rəbbimiz kərimdir və sən Rəbbin barəsində yaxşı zəndə ol yenə, əgər sən yaxşı zəndə olsan, bütün xeyirləri Rəbbim sənə gətirəcəkdir. Əgər pis zəndə olsan, bu elədiyin pis zəndə görə sənə o şərlər gələcəkdir. Alimlərdən deyirlər ki, günahlar və xatalar bölümü barəsində danışanda deyirlər ki, mümin günah etdikdə o günahını tələsir yumağa. Günahı yumaq nə olur? İstiğfarla, tövbə ilə, o günahdan qayıtmaqla olur. Bunu etməklə sonra Rəbbi barəsində yaxşı zəndə olur ki, Rəbb onu affə edəcək, Rəbb onu bağışlayacaq. Yəni, sənin Rəbbin barəsində yaxşı zəndə olmağın o deməkdir ki, sən əməl eləməlisən, yaxşı şeylər eləməlisən və sonra Rəbbin barəsində yaxşı zəndə olmalısan. Mən əməli tərk edin, sonra deyim, mən Rəbbin barəsində yaxşı zəndəyəm, əksinə bu Rəbb barəsində pis zəndə olmaqdır. Mümin öz nəfsini heç vaxtı ibadət bölümlərində bədbaxtlığa salmaz. Mümin ictihad edir, çalışır və bilir ki, onun təqsiri vardır. Yəni, bunun əməlinin qəbul olunub-olunmayacağını bilmir. Təqsiri olduğu üçün əməli edir və sonra Rəbbi barəsində yaxşı zəndə olur ki, Rəbbim onu qəbul edəcəkdir. Bu müminin səhvidir, Rəbbi barəsində olan zənnidir. Həmçinin Allahın qulları, günahlar vaxtı, xatalar vaxtı, müminin halı necə olur? Tez tövbə edir və ibadətlərlə Allaha yaxınlaşdır. Yəni, pisliklərdən sonra yaxşılıqlar. Allah Subhanahu deyir ki, pisliyi nə? Yaxşılıqla tabi edir. Yəni ki, pisliyi elədir, dalına yaxşılıq edir. Peyğəmbər olsan bir səhvəsində bunu bildirmişdir. Yəni, pisliyi etdikdə nə? Yaxşılıq eləyinə İnnə həsənət yudhibnə seyyiət, həqiqətən yaxşılıqlar pislikləri aparır. Mömin özünü bədbaxt eləmir gələcəyə fikirləşmək üçün. Gələcəyə fikirləşir, görən sabah nə olacaq, mənim üçün, gülsün mənim üçün nə olacaqdır. Qorxur gələcəyi üçün, qardaşım, sabah qeybdir, qeyb Allahın əlindədir. Sən Rəbbin barəsində yaxşı zəndə ol girən, öz nəfsini belə fikirlərlə bədbaxt etmə girən fikirləşərik. Rəbbin barəsində yaxşı zənd edilən sənə xeyir qadim olacaqdır, sənə xeyir gələcəkdir. Allah Subhanahu taala barəsində yaxşı zənd olduğun üçün o xeyirləri sənin üçün
gətirəcəkdir. Allah Subhanahu taala deyir ki, "Və ənə ma'ahu izə zəkərəni." Hədisdə deyir ki, bu hədisdə məni zikr edərkən mən onunlayım. Yəni onunla birlikdə Allah Subhanahu taala əgər qul Rəbbini zikr edirsə də Allah onu qoruyur. Allah ona qəlbə çaldırır. Allah onun düşmanların hiləsindən ondan dəf edir. Allah Subhanahu taala insan tək qaldıqda ne deyir? Təsəlli kimi olur onun yanında. Allah Subhanahu taala insan tək qaldıqda əsas da qəbr vəhşiliyi ən çətin vəhşilikdir. Yəni insan üçün vəhşətül qabr insana ən təşkil olduğu vaxtdır. İnsan Rəbbini zikr edədikdə dünyada da və axirətdə də Allah Subhanahu taala onunla olur və onun qorxusunu aparır və ona qəlb arximciliyi verir. Hələ bir zikirlər tatmayınla qulub. Mən Allahı yad eləməklə qəlbə rahatlıq tapılmır. Bilin ki, qəlbinizin rahat olması üçün bir şey var. O da Allahı yad eləmək. Nə bəlkə də maşınlar, nə istiyoruz şeylər, nə böyük ləzzətli yeməklər. Bunlar qəlbi rahat eləmir. Əksinə bunlar qəlbi öldürür, əgər insan onu düzgün vəsil olaraq götürmürsə də, Rəbbini zikr etməyə. Qəlbin rahatçılığı Allah təala Quran-Kərimdə dediyi kimidir, Allahı zikr eləməklə olur. Allahı xatırlamaqla olur. Əgər sən Allahı xatırlasan, Allah Subhanahu taala da səni xatırlayacaqdır. Allah haqqdır. Ey Abdullah, ey Allahın qulu. Allah Subhanahu taala uzanlığıyla, açlığıyla sən onu zikr elədikdə o da səni zikr edir. Əgər sən onu özündə təhlikdə zikr edirsənsə, Allah Subhanahu taala özündə səni zikr edir. Əgər sən onu bir toplumda zikr edirsənsə də, Allah təala səni ondan da xeyirli bir toplumda zikr edir. Əgər sən insanlar arasında icazə verilən formada Allahı zikr edəsən, yəni çünki icazə verilməyən formalar sufilərin, bidət əhlinin çıxartdığı zikirlərdir, ibadətlərdir ki, bunlar icazəli deyil. Ona görə şəriətin icazə verdiyi formada, qadağan olmayan formada Allahı zikr edəsən, Allah Subhanahu taala səni xeyirli toplumda, mələklərin yanında zikr edər, sənin adını çəkər, sənə təriflər deyər. Alimlər deyir ki, şək yoxdur ki, deyir, mələklər yer üzündə olan toplumlardan daha xeyirlidirlər. Onlar həm sayları çoxdur, həm də onlar Allah Subhanahu taalanın yanındadılar, yəni göydədirlər mələklər. Başqa rivayətdə gəlir ki, və ənə mə'hu idə də'ani. Əgər o mənə dua etsə, mən onunlayım. Yəni, insan dua edir, Allahdan istəyir, ey Allahın qulu, bax ki, mümin necə duadan bezə bilər? Yəni, sən müminsənsə, sən duadan bezməməlisən. Necə duanı kəsə bilərsən? Yəni, sən dua etdikdə ibadətdəsən. Yəni, dua ibadətdir. Hətta sənə cavab verilməsin. Hətta görməsən duanın nəticəsini, amma duanın nəticəsini görməsən, sən ibadətdəsən. Yəni, dua etməyinlə sən Allaha ibadət edirsən. Necə bezə bilərsən bundan? Əgər sən Rəbbini çağırdığın vaxtı Rəbbin səninlə bir yerdəsə, sən bunu bildiyin halda heç vaxtını duadan dayanmasan. Ey Allahın qulları, nə barədə dua etməkdən bezərsiniz? Nə barədə duanı kəsərsiniz? Və ya da tələsik deyərsiniz ki, niyə dua elədim, cavab verilmədi? Tələsin. Qula deyir, cavab verilir, Peyğəmbər olsan deyir, necə ki, tələsmir. Yəni, dua elə girin. Allah Subhanahu taala deyir ki, və qalə rabbukum ud'uni estecib lakum. Rəbbiniz deyir ki, mənə dua edin, sizə cavab verin. Sual çıxır ki, Allah Subhanahu taala qulların duasına cavab verirmi? Verir. Yəni yediyi halal olsun, içdiyi halal olsun, geyindiyi halal olsun. Əgər bunlar halalsa da duasına cavab verir. 3 halda verilir. Ya onu bu dünyada görür, nəticəsini görür. Ya başına gələcək hər hansı bir bəla ondan dəf olunur, ya da yüngülləşir o bəla, ya da ki, ahirətə saxlanılır. Ona görə sələflərdən deyir, sahabələrdən, əgər bilsəydim ki, mənim duam qəbul olunur, istəyərdim ki, hamısı ahirətə qalsın. Çünki ahirətdə ehtiyacımız olacaq bu şeylərə. Allah Subhanahu taala da innəmə yetəqəbbəlullah minəl muttəqin, müttəqilərdən qəbul edir. Yəni biz də çalışmalıyıq ki, müttəqilərdən olalım. Allaha dua edək ki, bizi müttəqilərdən eləsin. Müttəqi kimlərdir? Allahın əmrlərini yerinə yetirib, qadağan etdiyi şeylərdən çəkinən kəslər, bunlar müttəqilərdir. Allahı zikr eləmək, ona dua eləmək səni Allah Subhanahu taalaya yaxınlaşdırır və Allah sənin olur. Ey Allahın qulları, Allahı zikr etmək cənnət nəimindəndir, firavanlığındandır, həmçində dünya firavanlığındandır. Cənnət əhli Allah Subhanahu taalanı zikr edəcəklər, necə ki, onlara ilham olunacaqdır, təsbih eləmək, təhmid eləmək, müvəffəq olacaqlar. Yəni, onlar yəişinə cənnətə zikr, yəni zikr cənnətində yaşayacaqlar. Allah Subhanahu taalanı zikr
ederek. Ey Allah'ın kulu, sen de təəccüblənmə yine. Yetəcəb min aczi mu'min en yazkurullaha ve indəhu minel avqat. Yani təəccüblər olsun ki, müminlər vardır. Onların vaxtı vardır, o vaxtdan düzgün istifadə edib Allah'ı zikr eləmirlər. Allah'a dualar eləmirlər. Yani Allah subhanahu ta'ala zikr edən, kəslərdən olmağa tələsmirlər, yarışmırlar bunun üçün. Bu çox təəccüblüdür ki, bu vaxtlarda, zamanımızda bizlərin içində belə özümüzü əhl-i sünnə deyən, özümüzü ibadət əhli sayan kəslər, hansı ki bizlər daha haqlıyıq bu şeydə yarışmağa, amma Allah vaxtımız olduqda Allah'ı zikr etməyə tələsmirik. Ona görə Muhammed sallallahu aleyhi ve sellem demişdi ki, səbəqəl mufarridun, mufarridlər keçdilər. Deyirlər, ey Allah, ikinci mufarridlər, deyir, Allah'ı çox zikr edən kişilər var qadınlar. Yəni bunlar qazandılar yani. Bunlar keçdilər insanları. Və yəqulu Rabbukum subhanahu wa ta'ala, bu hədisdən biz gəlmişdik. Allah subhanahu wa ta'ala deyir ki, qulum mənə bir qarış yaxınlaşarsa, mən ona bir dirsək yaxınlaşaram. Mənə bir dirsək yaxınlaşarsa, mənə bir ona uzaq yaxınlaşaram. Ey Allah'ın qulu, əgər Allah subhanahu wa ta'ala bu fürsətləri sənə üçün verirsə, sən nəyə görə bu fürsətlərdən istifadə edəmirsən? Allah subhanahu wa ta'ala arşının üzərində olmaqla yanaşır, arşını istəyə eləməklə yanaşır, 7 gün üzərində olmaqla yanaşır, istədiyi quluna yaxınlaşır, qullarından istədiyinə yaxınlaşır, ixlaslı olan qullarından ixlaslı olanlara Allah subhanahu wa ta'ala yaxınlaşır. Allah subhanahu wa ta'ala'nın yüksəkliyi ilə yanaşır, onun yaxınlığı da var. Bizim şah damarımızdan da bizə yaxındır. Allah subhanahu wa ta'ala bəzi müminlərə yaxınlaşır və bəzi dua edənlərə onlarla bir yerdə olur, dua etdikdə mümin ki, Allah'ı zikr edərək ona yaxınlaşır, Allah subhanahu wa ta'ala da ona yaxınlaşır. Yəni sən bu fürsətləri niyə bilmirsən? Sən istəyirsən Allah subhanahu wa ta'ala sənin olsun, deyirsən, qorxma, Allah bizimlədir. Sənə nədir ki, sən Allah zikr edərsənsə, dua edərsənsə də, hər bir işində Allah barəsində yaxşı zəndə olarsansə da, bəli. Amma əks halda, necə ki, avamlarda bu şeylər baş verir, hər şey heç nə yaxşı olmayacaqdır, başlayır, biz zəndə olurlar Allah subhanahu wa ta'ala barəsində və yaxud da ki, əməl eləmədən yaxşı zəndə. Heç bir əməllərin səbəbləri götürülür, yaxşı zəndə, bu da əslində pisdəndir. İnsan lazımdır ki, yaxşı əməllər eləsin və yaxşı zəndə olsun əməl barəsində ki, bundan bunu qəbul edəcəkdir. Ona görə də siz fərz namazlarını vaxtında qılın, nafilələri çoxaldın. Allah subhanahu wa ta'ala'ya ən sevimli əməl qulun fərzlərinə yaxınlaşdırılır. Allah subhanahu wa ta'ala'ya ən sevimli olanı budur ki, qul öz Rəbbinə nə yaxınlaşır? Fərz əməllə yaxınlaşır. Və sonra əlavə olaraq artırırsan, gecə namazları qılcılar, çox təəssüflər olsun ki, çox qardaşlar gecənin birinci yarısından başlayıb, telefonu götürür, və pultu götürür, sonra gecənin ortası olur, sonra gecənin axırı o yıxır yatır. Bütün xeyirlərdən məhrum edilir. Yəni bu bizim günümüzün bəlasıdır. Biz birbirimize nəsihətlər eləməliyik. Allah subhanahu ta'ala insanın xüsusiyyət içində olduğunu bildirəndə yalnız 4 kəsi istisna gətirmişdir. 4 sinifi istisna gətirmişdir. İman gətirib yaxşı əməl edənlər, bir-birlərini haqqı tövsiyə edir və səhvə tövsiyə edənlər istisnadır. Yəni siz bir-birinizə nəsihət eləməsiniz. Görürsən qardaşın biri günah edir, sən özün də günah edirsən. Sən əlində siqaret var, ofisin əlində siqaret var. Deməsən haramdır, çəkmə ki. O da sənə deməli haramdır, çəkmə ki. Yəni siz ümmətlər içindən xeyirli ümmət oldunuz, insanlara yaxşı əməl edib, istəyən çəkindirmək. Bunu eləmədiyiniz halda yahudilərin səhvlərindən düşəcəksiniz, hansılar ki, bir-birlərinə pisliyi qadağa etməzdir. Bəziləri deyir, bizə nə? O bizə nə deyənləri də qala gəldi, apardı. Onun üçün də biz xeyirli ümmət olaraq bir-birimizə yaxşı nəsihətlər verməliyik, bir-birimizi xeyrə yönətməliyik, vaxtımızı boşa keçirtməməliyik və bütün xeyirləri, bərəkətləri, dəvətləri əldə etməkdən ötəri Allah'a zikr eləməliyik ki, Allah subhanahu bizimlə olsun və bizim duamızı qəbul etsin, ona görə də çalışmaq lazımdır və bütün günah işlərdən uzaqlaşmaq lazımdır. Demirəm, bacarıqsız uzaqlaşmaq lazımdır, uzaqlaşmaq lazımdır. İbadətlərdən də gücün çatdığını gətirirlər. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sizə bir şeyi əmr etdikdə ondan gücünüz çatdığını gətirin. Qadağan edəndə çəkinməyin. Yəni qadağana mütləq olaraq çəkinmək lazımdır. Amma ibadətdə gücün çatdığını eləməlisən. Allah subhanahu ta'ala istəyir ki, bizləri ondan qorxan qullardan eləsin və bizlərin günahlarını bağışlasın, o bağışlayan Allah'ın bağışlaması.